Başlatdım. Bugün mənim adımdır. Əzizim, mən belə bir film bir hədiyyə alım. Gözəl günlər. Amma düzəltmişəm Nəyi düzəltmirsən? hədiyyəni. Ciddisən? Paketing çox uğurlu olmaya bilər. Necə düzəltmişəm? Nasıl yani? O, yeni ildə doğulmuşam da yaxın yeni il ərəfəsində. Bu dəqiqə nə üçündür? Kəmər. Sənə kəmər tapın. Ümid edirəm bəyənərsən. Nəzələrsən, əl əməyi bu. Bəyəm. Çox sağ ol. Sən sağ ol. Tut. Öz işimi çəkirəm. Çox qəşəngdir. Ay çok sevindim ben böyle. Güzel. Çok sağ ol. Sen sağ ol. Neşesin? Ağla. Thank you. Ay sen sağ ol. Çok güzeldi. Sevindim. Çok sevindim. Bəli, Nəzrin xanıma. Ay Allah. Arzu çok sağ ol. Bu sənə kiskalardır. Şirin qara kiskalar. Sağ ol. Başka ne geçen yazmışsın? Bu güzel kolba. Bəli, o hamıda var. Sevdiyim insanlarda. Ay bunun için çok heyecanlıyım. Hadi bakalım. Sevindim. Çok sağ ol. Ümid edirəm ki, geyinəndə də bəyənərsən. Yapışacak aynı. Gücü yaraşdı ama. Ben şöyle karşı ediyorum. Ben bunu bugün sabah vintage mağazasında Bayağı satışa bəyən. çıkardım. Çok beğendim. Güle güle kullan. Mua. Happy birthday to you. Dun 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 dun. Arzu tut. Tebrikler. Tebrikler. Çok. Ümid edirəm. Birinci paxıllıq edirəm. Çünki hələ indirim yoxdur. Aa, dəmir fırlandı paxıl olduğumu deyək. Paxılı göstər. Amma zarafat bir kənara. Ümid edirəm çox qəşəng bir yaş olar sənin üçün. Çox o qədər qəşəng keçər ki, çoxlu macəralar, çoxlu sevincli günlər. Gözləntiləriniz nədir yeni yaşdan? Əslində bu yaşın dəhşət xoşuma gəldi. Bir. Yuxarıda şey gəlir, işıq. Öncəki yaşım çox belə challenge-larla dolu, macərayla dolu, rəngarəng bir yaş oldu. Bu yaşım ümid edirəm ki, daha belə ancaq pozitiv şeylərin olduğu bir yaş olar. Daha çox belə gəzdiyim, daha çox belə əyləndiyim, ciddən özümə fokuslanıb həyatın dadını çıxardığım bir yaş olar. Özümə bol-bol uğur arzulayıram, karyera cəhətdən, nə bilim, inkişaf cəhətdən, buradan qaçıb getməyə cəhətdən. Amma ümid edirəm ki, dolu-dolu bir il keçər hər anlamda. Amin balaşqam, getdiyin hər yerdə uğurlar sənə. Səni səmimi qəlbdən təbrik edir. Sənə qazanır. Gedirik hara?
Biz Arzunun ikinci hədiyyəsi olan yerə gedirik. Amma görəsən nədir? Görəsən Və nədir? hardadır? Bilmirəm, heç bir fikir. Bir ehtimalım var. Amma o Deyəsən ehtimal... bəlkə qıraq diz çıxacaq ya yox. Gedək görək Yox, olsa... de. Amma sürprizimi pozmaq istəmirəm. Yox, de. Nə bilim, məncə tapmayasın nədir, amma de. Demişdin ki, şeydir, master klassdır. Aha. Təxminimə görə tort bişirmə master klassıdır. Tapdım. Yox. Yox, doğrudan daha yaxşı. Demək ki, bilmədiyim bir şeydir. Okay. Biraz. Başqa ağlıma bir şey gəlmir. Okay. Yaxşı, şimdi verəcəm. Əslində bir söz var, onu desəm, bilə bilərsən nədir. Amma Elə bir demə də, şeydir. sürpriz Yox, ol. deməyəcəm. Dözəcəm. Saat 2-yə qədər dözməliyəm, 45 dəqiqə dözməliyəm. Nəhərəm. Bir Yaparsın dərs. ya. Bacarıram. İndi isə fışfışa eləyəcəyik. Fışfışa eləyəcəyik. Fışfışa nə olduğunu bilməyənlər varsa, həmən göstəriyoruz. Adını bayaq qoydum. Fışfışa. Onda da bunlar sənin körlədi buranı. Dolduram. Çünki mən telefonumdayım. Mən sən günəşin altında da çəkmək istəyirəm. Olar mı günəş işıqlarının altında onsuz da bərq vurursunuz, biraz da bərq vurun və geriyə gedə bilərsiniz. Ne ilk kısım, ne ilk kısım katı, ne son kısım, ne son kısım. 360 derece çekmək istəyirəm. Wow, you're so beautiful girl. Thank you. Girl. Çok güzel. 22 yaşımı doldurdum uşaqlar. Doldurdun yoksa hələ indi başlayır? Yoksa doldurdun? Doğrudan? Hələ ad günü olandan sonra qutulursan da. Aa. Hələ deyil. Dünənə qədər 22-də idi. Dünənə qədər 22'də. Bugün 22'nin son günü. Yox, hələ bugün 22-nin ilk günüdür. Hələ indi 22 olursan. Yox. Yox. mən buna inanıram. Mən onda 24 olacağım. Arzu ilə danışma. Yox, yaxşı. Arzu buradan ev alacaq inşallah özünə. Ay amin. Sadəcə buradan En almayacaq. azından kiraya versəm də olar. Hə. Və sadəcə buradan almayacaq. Bu sadəcə alınacağı evlərdən biridir. Əsas o İtaliyada özünə villa alacaq. Evet. Spoiler yediniz. Arzunun həyatı ilə bağlı mı olsun? Biz hansı şey de olacaq burada? Aha, burada oluruz. Göre birinci sonlaşmışız, sonrasında. Siz manyadan çok Başla. Her şeyi yanından çıkartan sadece kol batırmaz. Okey. Bu kol yani kol batırmaz. Yok. Batırdığımız yer bura olmalıdır. Ama sadece bura. Buranın nişanlaması ve ne olursa olsun bakılması. Daha şu sol aynen üstümüzde kalması. Dedirmesi. Başlayın. Haydi. Sayalım. İlk sıra. Tekin arkasına peşin yapılması. Hazır. Başla. Haydi. Hücum, müdafaa cevabı yok. Hücumun devamı tuş. Puan. 1-1. Siz müdafiəni götürdünüz, düzdür. Məsələn, sizin olunca toxunmağınız və onu çəkməyin. Bu haqqı müdafiə olaraq sayılır. Amma bu xal olaraq bitirilmirsə, o zaman sayılır. Yəni siz batırmalısınız ki, bu xal olaraq sayılsın. Hayır. Hücum, müdafiə cavab, tuş.
Hazır. Başla. Hücum müdafaa cevap konuşma. 3, 4, 2. Hazır. Başlayın. Bunu çekebilirim. Aha. Çekip batırmak seçsen stop. 5, 2 oldu. Siz kanı müdahaləni götürdünüz. Siz çəktiniz, düzdür? Və ikiniz indi batıracaksınızsa son hərəkəti siz öz üstünüzə götürməlisiniz. Yəni ikinci dəfə siz vurub siz batırmalısınız. Biz necə? Tamam ki, kanı müdahaləni götürdünüz və biz batıracağıq, düzdür? Bunu mən belə çəkib batırmış olsam, ikisiniz də eyvallah. Yenə kanıma sarılmış olacaq. Ona görə müdahaləni, son müdahaləni siz götürüb siz Əgər kanı heç batırmasa, hərəkəti o götürmüş olur, amma batırmayıb, siz batırmışsınızsa, kontratak olaraq sizə sarılmış olur. Al 5'e kadar. 5'e qədər idi, aha, bir dənə döyür. Hazır. Yox, döyüş son bir tane sonra gedəcəksiniz. Hazır. Başla. Hayır. Hücum, tuş, puan. 0, 1. Bunu görürüz, müdafiə olaraq sayılmadı. Bu hücumda hərəkət olaraq sayılmadı. Hazır. Başlayın. Ay. Bu indi nə olaraq sayılır? Müdafiəni siz götürdünüz. Batırmaq istədiniz, hərəkət açıldı, amma batmadı. Və ikinci dəfə eyni vaxtda batırsanız artıq haqlılıq sizə keçmiş olduğuna görə oldu hesabda 0-2, 0-2. Ona görə qılınca müdafiə vurup götürürsünüzsə, mütləq şəkildə həmin batırmalısınız. Batmasa haqlılığını itirir. Hazır, başlayın. Müdafiə, duş. 1, 2. Hazır. Başlayın. Hayır. Müdafiə, cevap yok. Kontur gücün tuş, puan. 1, 3. Hazır. Başlayın. Hayır. Hücum, tuş, puan. 1, 4. Hazır. Başlayın. Müdafiə cevap 1, 5. Sizin kılıcınız kanının kılıcınız etrafındaydı. Ve ondan sonra ikiniz yeni vaxta bakımınızsa kanını saymış. Aha, 0-0'dan başlayırıq. Hazır. Təxmini başına düşür düzü. Hazır. Başlayın. Mən saçsız artıq altdan başa bilərdim. Başlayın mənim səhvim oldu. Burada ölçülük məsafənin boyu çox vaxt aparırdı. Siz buradan əlinizi çəkib sırazı batırıb qaça bilərsiniz. Ya da gördüğünüz ki məsafənin da sizin əlinizi çəkməyinizdən o dayanacaqsınız. Son dəfə batırıb, öbürüm sizə batırıb. Hazır. Ayağın sıfırdan devam edelim. Hazır. Başlayın. Hayır. Müdafiə cevabı 1, 0. Hazır. Başlayın. Eyni şəkildə müdafiə cevabı 2, 0. Haqlılıq kanundadırsa, burada batırmaq sizin xeyrinizə olmayacaq. Ona görə məsafəni qıra bilirsiniz, yenidən başlayabilirsiniz. Ya da son hərəkəti öz üstünüzə götürəbilirsiniz. Hazır. Başlayın. Hayır. Müdafiə cevabı 3, 0. Kanun adı sırası işler. Hazır. Başlayın. Aha. Götürün basın. Götürün. Götürün basın.
Так, 1, oy, 3, 1. Başının olsa kalmasa 3 olacaq. İndi götürmüş olmasa da nəyə görə? Siz götürürsünüz və cavab vermirsiniz. Sizdən götürüb sırası cavab vermək lazım. Biraz məsafə qırılırsa, o haqlı neyini götürülür da. Hazırsınız? Başlayın. Alp, xanım tərəfindən müdafiə götürüldü. 3, 2, hazır. Başlayın. Alp, müdafiə, kontra müdafiə, cavab yox. Müdafiə davamı neçəyini məsəl 4, 3, hazır. Başlayın. Müdafiə cavab 4, 3. Hazır. Başlayın. Müdafiə cavab 5, 3. Ümumi hesab 2. Burada sadəcə bu ibarətdir. Yəni çox qılınclaşmırsan da, məqsəd odur ki, birbaşa zərbə Yox, ümumiyyətlə deyirsiniz. Yox, çox qılıclaşmırsınız əslində. Yəni burada necə oldu? Sizdəki məsələn biraz tez tutarmış oldu, düzdür? Normalda isə bu həddindən artıq fərqli şeylər olur. Yəni 7 saniyə, 5 saniyənin içində hücum, müdafiə durmadan təkrarlanaraq gedir. Və sürət həddindən artıq yüksək olmuş olur. Növünə görə dəyişir, rəqbə ilə sabit həddindən artıq çox sürətlə çox hərəkətlərdir ki, onun tələb elədiyi belə deyilən, bunu istəyir, Yox, məsələn, tam ki, plankada duran nədir? Dözümlülük məsələn artıq olması lazımdır. Şuarda biraz diqqət məsələsidir, reaksiya məsələsidir, temsillik. Ona görə çox olmuş olur əslində. Mənə elə gəldi ki, biz ancaq hədəfə yönəlməliyik ki, vuraq, ona görə. Siz daha çox qılınca əslində fokuslandınız. Burada qılınca fokuslanma da, qılıncı avoid eləməyə çalışsaqsınız daha çox məsələn şeyiniz olacaqdır əslində. Necə deyirlər, taktika dəyişimi olacaqdır. Sizdə elə oldu ki, daha çox qılınc müdafiə olmuş oldu. Sağlaşırsınız. Qılıncma. Maneəyə rast gəlməməliyəm, amma müdafiə maneədir mənim üçün, düzdür? Bu maneədən qaçmaq üçün mən əlimi açıram, sadəcə yoxlayıram. Rəqib müdafiə götürmək istəyəndə, qılıca vurmaq istəyəndə, mən toxundurmadan terror edib batırıram. Burada əsas qayda nədən ibarətdir? Sürət bu prosesdə düşməməlidir və artaraq əksinə getməlidir və mənim ayaq sürətindən fərqli olaraq əl sürətim ona uyğunlaşmalıdır. Yəni, mən rəqibin hər manipulyasiyasından qaçmalıyam, rəqəm özüm təzə bir şey qurmalıyam. Yəni, burada ona görə artıq şeylər də değişmiş olur. Maskalar da eyni şəkildə 1600 newtonluqdur. Məsələn, bunlar 800 newtonluqdular, onlar 1600 newtonluqdur. Bu arada eyni gündəyik, dostlar. Bəli. Əslində fərqli gündə deyil, o qədər saçma rəngi fərqlidir, amma... Ola bilər, mən də saçımı yığmış olum və ya şalvarda olum, yəni. Mən eyni köynəyi giyindim, hər şey fərqli olsa da köynəyimi eyni giyindim, tişörtüm ki, eyni gündəyi. Məndə paltar idi də, giyinəməm. Belə duraq. Eyni duraq. Tamam. Oy, Nəzim, çox sağ olsun, məni qılınc atma... Qılınc oynatma. Qılınc oynatma. Biz həqiqətən qılıncı atdıq. Qılınc oynatmaya gətirdi, ad günü hədiyyəsi olaraq. Şirin. Və məni uddu. Heç olmasa desəydi ki, ad günümdə uddu. Amma icazə verdim ikincidə mənə qalib gələdi. Çox maraqlıydı. Çox maraqlıydı. Bu xanımın dərsləri daha maraqlıydı. Məryəm xanımın dərsləri. Bəli, Məryəm xanım, salam, əgər bizi görsən. Çox maraqlıydı. Yes. Yəni, biz bayağıdır yoxlamaq istəyirdik. Zaten Nəzizə sürprizim var deyəndə əsla bu ağlıma gəlməmişdi. Çünki çox uzun müddətdir danışmışdıq da biz bunu. Sonra unutmuşduq və dərsləri çox baha idi deyə başına buraxmışdıq. Amma burada Məryəm xanım
Çox münasib qiymət. Yəni məncə də deyək. Çox münasibət. Çox münasib qiymətə idi. Bilmirəm bunu deyə ya yox. Şərhlərdə yazın. Maraqlıdırsa Məryəm xanımın özünə yazın. Sizə Hə, məlumat özünün versin. icazəsi təbii ki, yerləşdirərik. Mən Yes. yerləşdirərik, amma kanalın sahibi oldum bir videoya. Zaten bütün Allah. ölkələr gəz səndən. O qədər vloqları olsun. Bunu demədi, mən necə o zaman yerləşdirərik. Hətta yerləşdirərəm. Kanalıma xoş gəldiniz. Sevirəm də səni. Mən bu arada barmağımın ucunda gedirəm ki, video normal olsun. Sən? Hə. Ay, düzdür. Mən öz fikrim olaraq Məryəm xanımın dərslərini bəyəndim. Çünki həqiqətən də maraqlı izah edirdi və həvəslə izah edirdi bizə. Və cəlliyinə baxıb dedim ki, mən nə vaxt belə olaram. Kömək edirsiniz. Nəsə axtarırsınız, kömək edir. Hə, deməli biz əslində o yarışdan əvvəl bayağı bir texnika öyrəndik. Qılınc atma nə deyir? Qılınc oynatma. Səndən xal silinir. Bayaqdan xal silinir, xəbərin yoxdur. Çox maraqlıdır. İnsan necə atletik olmalıdır, necə cəld olmalıdır belə. Biz başlamadan nə qədər qaçdıq. Bəli, ismimi hərəkət elədik birinci. Sonra hərəkətləri öyrəndik, necə durmaq lazımdır, necə irəli, geri hərəkət etmək lazımdır, qılıncı necə tutmaq lazımdır falan. Ümumiyyətlə qılınclar haqqında məlumat öyrəndik, formalar haqqında məlumat öyrəndik. Məryəm xanım özü də 16 ildir əslində məşğul olmuş, yarışlara falan çıxırmış əslində. Sonra sən paltarı geyinəndə mən onunla danışırdım. Erasmus proqramı ilə gedib xaricə, orada da məşğul ola bilməyib, portfoliyada falan. Ona görə o vaxtı kimi məşğul olmuş əslində, indi sadəcə dərslərdəyik. Mən elə bildim Erasmusdan gedib, orada da yarışlara qoşulub. Yəni Qoşulub. Sadəcə son 2 şəhərdə şey deyə bilməyib, qoşula bilməyib. Elə yəni inşallah yayının yadımda qalmır. çox cool bir şeydir. Cool. Çox maraqlı idi. Biz bundan sonra Qılınc oynayacağıq. mütəxəssis olacağıq. İnşallah. Mən indi deyim, orada deyə bilmirdim. Məni çox incitdin. Ay mama. Sən necə? Mən mənə vurulmuşu hiss eləmirdim. Niyə görsən? Qoruma var da yəni. Mən yavaş. Hələ də onu düşünməməyin peki. Doğru, haqqısan, sən çox yavaş vurdun. Mən sonra hırslandım. Dedim mənim ad günümdür. Deməli, çünki Sonra incitməz. Yo, onsuz qoruyucular idi. Heç böyük heç şey olmadı. Rahat idi. Çıtayı yüksəltdin ey abla. Onsuz biz eyni gündə və axşam həm də onsuz da video əvvəlində. Zaten. Elə oradan da 20 dəqiqəyə düşdük, gəldik buraya. Biz hazırda neçə noyabrdayıq? 23 Bəli. Kişa. Marketin reklamı getməsin burada. Bunu da belə tərsinə təkəcəm. Çünki Arzu sənə pul vermirlər. Nuş olsun Şirinka. Şirin. Səni kirlətmədən bunu bura tökmək istəyirəm. Ay nuş olsun. Biz gələndə bakıyor. La 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 la. La la. La 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 la. La 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 la. Anam başım. İndi sən bir də oranı çək. Mən sənə çəkim. Kakaylar. Selam dostlar. Bugün mama günümdür. Daha doğrusu dünən. Birthday to you. Dünərim mənə kek salıb. Guess what? Guess what? Mən artıq üfləmişəm.
Arzu. Nə yaxşı ki dostumsan, nə yaxşı ki varsa. Salak ya. Sənə bu il arzu edirəm ki, keçən ildən daha əyləncəli, daha uğurlu olar. Bütün hədəflərimə çatasan. Çok sağ ol. Səninlə bir yerdə bunları qeyd edək inşallah. Çok sağ ol. Allah razı Eğitim. olsun. Bəli. Йо, it's my birthday. Почему я веселый такой? Ах, я играю на гармошке у прохожих на виду. К сожалению, день рождения только раз в году. Прилетит вдруг волшебник в голубом вертолете и бесплатно покажет кино. С днем рождения поздравит и, наверное, оставит мне в подарок 500 эскимо. Ах, я играю на гармошке.